Gənclər bu dəfə layihələrin idarə edilməsi mövzusunda biliklərə yiyələniblər. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovanın təqdimatında 2 hissədən ibarət təlimin birinci hissəsində iştirakçılara layihələrin hazırlanması və icrası prosesinin əsas mərhələləri, məqsədləri müəyyənləşdirilməsi, resursların idarə edilməsi, komanda işinin təşkili və nəzarət mexanizmləri barədə nəzəri biliklər çatdırılıb. İkinci hissədə isə könüllülər öyrəndikləri nəzəri bilikləri interaktiv yarışmada tətbiq ediblər. Gənclər qruplara ayrılaraq seçdikləri mövzular üzrə layihələr təqdim ediblər. Sonda ən yaxşı layihəni təqdim edən komandaya hədiyyələr təqdim edilib. Gənclərin şəxsi inkişaf həftəsi çərçivəsində sonuncu təlim sentyabrın 12-sində başlayacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək. Bu gün artıq 4-cü tədbirimizi keçirdik və bu gün layihələrin idarə edilməsi haqqındaydı. Keçmiş təlimlərimizdə motivasiya, karyera qurulması haqqında təlimlər keçdik və bu gün isə mən necə layihə qurulmalı, necə idarə edilməli bunları öyrəndim və ümid edirəm ki, bugünkü təlim bizim üçün layihə qurmaqda köməklik edəcək. Oruc Mirzəyev, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.